bizim danışığımız çox qısa oldu. Biz 6-cı gün danışdıq. Bu günlər artıq çəkilişdi. Bu gün həftənin 1-ci günüdür. Sizdən çox müsbət enerji aldım ki, ekran digər tərəfdə, siz ekranın digər tərəfində olanda mən nədənsə sizi daha biraz belə zəhmli görürdüm. Amma danışanda belə hər şey dəyişdi. Belə daha çox gözəlsiniz və belə daha çox məlahətlisiniz. Aldım, qəbul elədim. Okay. Bunu mən Fidanımdan öyrənmişəm. Aldım, qəbul elədim. Fidan xanım. İradə xanım, biz səsimizlə qarşı cinsi necə yoldan çıxarda bilərik? Səslə hər şeyi yoldan çıxarda bilərik. Hətta uşağı da, nə bilim, qadını da, nəinki qarşı cinsi. Səsə hər kəs tabedir, çünki onun içində bir dalğa var, bir enerji var. Məsələn, siz birindən xahiş eləyəndə və yaxud tutalım müdirinizdən icazə istəyirsiniz ki, 2 gün işə gəlməyəcəm. Onunla uşağınızla danışan kimi danışa bilirsinizmi? Yox. Danışığınızın içərisinə xüsusi bir maska qoyursunuz, səs maskası. Olar, mən bugün və yaxud da sabah işə gəlməyim, bir işimiz var. Görürsünüz, belə danışırıq. İstər-istəməz beyin bizə başa salır ki, səsinin dalğasını dəyiş. Hamı kimi onunla danışa bilməzsən, sən xahiş eləyəcəksən. Ya borc istəyəndə və yaxud sevdiyimiz oğlanla ilk tanış olanda danışdığımız səs təmbiri. Orada bir alo var. O alo çox fərqlidir. Deməli, səs qarşımızdakı insanın ürəyinə getmək üçün nəzərdə tutulur. Beyninə getmək üçün yox. Çünki biz düşünürük ki, qarşımızdakı insanın beynini fəth eləməliyik, onun ağlına girməliyik. Deyil. Ürəyinə girməmisənsə, hər yer bağlıdır. Ona görə də səs bizim birinci keçid vasitəmizdir qarşımızdakı insana.